Aha, demək uşaqlar, idi, imiş, isə hissəciklərindən dedik ki, bunlar hər ikisi də, yəni hər üçü də feilin mürəkkəb şəkilləridir. İdi, imiş olmaq üçün mütləq ki, nəyə artırılmalıdır? Zamana və ya şəkil artırılmalıdır. Birbaşa feili artırıla bilərmi? Xeyr. Deməli, heç biri birbaşa feili artırıla bilməz. Aha, deməli, idi, imiş, isə üçün ortaq cəhət. Üçü də birbaşa feilə, başlanğıc formaya artırıla bilmir. Artırıla bilmir. Bu bir ortaq cəhət. Birbaşa artırıla bilmir. Hər üçü də mütləq ki, hər hansı bir şəklin ya da zamanın üzərinə artırılmalıdır. Növbəti bir ortaq cəhət idi, imiş isə vurğu qəbul etmir. Vurğu qəbul etmir. Və üçüncü bir ortaq cəhət, üçü də feilin əmr şəklindən artırıla bilmir və feilin mürəkkəb şəkillərini təşkil edir. Deməli, nəyə artırıla bilmir? Əmr şəklindən artırıla bilmir. Aha. Amma eyni zamanda idi, imiş ayrıca ortaq xüsusiyyətlərə malikdir. İsə ayrıca bir ortaq xüsusiyyətə malikdir ki, idi, imiş şühudi keçmiş zamana artırıla bilmir. Nəyə artırıla bilmir? Şühudi keçmiş zaman şəkilçisi nədir? Bəli, dı, demək şühudi keçmiş artırıla bilmir. İsə nəyə artırıla bilmir bəs? Sahəsel şərt şəkilçisindən. Sahəsel şərt şəkilçisindən, yəni şərtə bir də və bir də arzuya. Arzu şəklinə artırıla bilmir. Sağ ol. Yəni yaza isə, yazsa isə deyə bilmərəm. Rəvan, idi, imişdə də yazdı idi deyə bilərəm, yazdı, imiş deyə bilərəm, yox. Hər üçü də yaz idi, oxu idi, oxu isə deyə bilərəm, yox. Əmrə də üçü də artırıla bilir. Aha, qısa. Və bu qısaldılır deyə bizi çaşdırır. Nəylə oxu? Məsələn, biz dı deydik, bax, idi qısaldılır, dı kimi yazılır. İmiş qısaldılır, mış kimi yazılır. İsə qısaldılır, sa kimi yazılır. Görəsən, dı-nı biz harada görürük? Dı. Zamanda. Zaman, hansı zaman? Şuhudi keçmiş zaman. Mışı? Mış, Nəqli keçmiş, sa şərt şəkli. Şərt şəkli. İndi mən nə bilim ki, bu şərt şəklidir, yoxsa isə hissəcidir. Nə bilim ki, bu zamandır, yoxsa idi, imişdir, deyilir. Feilin şəkilçisindən sonra əgər hissəciklər gəlirsə də, bu zaman bu şəkilçilər gəlirsə də, bu zaman hissəcik kimi götürürük. Lakin pravoy gəlirsə də elə o zaman kimi götürürük. Bəli, doğrudur. İndi uşaqlar, bu bayaqlar bu nümunələri çəkdik. Dedik, məsələn, bir var qocaldı, qocal idi deyənmərik. Bu da deməli nədir? Dı-di-du-du, İdiymiş. Ay, keçmiş. Keçmiş zamandır, qocaldı, qocal idi deyə bilərsəniz, demək şudi keçmişdir. Və yaxud da deyirəm ki, başladı, başlamış, başlamış deyə bilirik, başla imiş deyə bilirik. Yox, deməli bu nədir? Mış, nəqli keçmiş. Amma deyirəm, başlayırmış, qocalıbmış. Ayrı da bilirik, bu artıq idiymişsə, mürəkkəb şəkildə. İndi sizin testinizdə qarşınıza bu formada çıxacaq, vurğu fərqi. Uşaqlar, köçürsə, bitirsə, ötürmüş, qopardı, qaçırsa tipli feillərdə vurğuya görə fərqlənəcək. Qulaq asırıq, diqqətimiz buradadır. Baxın, köçürsə sözündə. Vurğu qoymamışam. Əvvəlcə bir dənə yadımıza salaq. İdi, imiş isə vurğu qəbul edir, yoxsa etmir? Etmir. Etmir. Deməli, bu etmir deyirəm. Deməli, bu isə ola bilər. Xeyr. Çünki vurğuludur. Şərt şəklidir. Deməli, bunu mən götürürəm ki, bəli, şərt şəkli. Ya şərt şəkli olmalı, ya isə vurğulsa demək nə götürəcəm? Şərt şəkli. Bu şərt şəklidirsə, deməli, birbaşa feilin başlanğıc formasını artırılır. Onda ir, uru zaman götürə bilərəm. Bir feildə iki zaman, iki şəkil ola bilər. Ola bilməz. Ona görə bu leksik şəkildir. O deyək, feildən feil düzəldən şəkilçilər. Il, ın, ışdır, ilişdirin. Üzərinə də ilişdir, in, bir də ır şəkilçisi vardır. Ar şəkilçisi var ki, feildən feil düzəldirdir. Demək, bu feildən feil düzəldən leksik şəkilçidir. Közsə sözün köküdür. Köçürsə, vurğunu da bura saldım. Çünki birbaşa başlanğıc formaya artırılır, dairə var. Diqqətiniz burada. İndi deyirəm ki, köçür isə, o buralardan köçür isə, aha, bu zaman köç sözün kökü. Vurğu qəbulünə görə məhz indiki zaman sağda isə hissəciyi olur. Köçür isə, bu artıq feilin mürəkkəb şəklidir. Zamanın üzərinə gəldiyinə görə bu isə hissəciyidir. Ay, sağ ol. İndi baxın, bitirsə. Deyirəm ki, Elmir işlərini bitirsə, yoxsa bitirsə. Burada bitirsədən söhbət gedirsə, bitirsədən söhbət gedir. Bitirsə. Deməli, bu sözün kökün bit,
İr nədir burada? Qrammatikdir. Nə şəkilçidir? Mən indiki zaman. İndiki İndiki zaman zaman. şəkilçisi. İstəziyi olur. İstədiyi, ay sağ ol. İndi bəs Sevil bitirsə də nətər olacaq? Bitir. Bit Bit, sözün kökü. ır, leksik şəkilçi, sayəsədə şərt şəkli. Ay sağ ol, bu şərt şəklidir. Deməli bir mən sözdə vurğudan iki keçmiş ən olmaz. birincisi tapısınız ki, vurğu əgər düşübdüsə, bunu idimiş isə götürə bilmərik. Deməli bu feilin şərt şəklindədir. Bu isə feilin indiki zamanındadır deyə. Zamanlar hansı şəklin göstəricisidir? Xəbər. Xəbər, demək də xəbər şəklindədir. İndi bura baxıram, ötürmüş. Rüfanə deyirəm ki, o yoldan ötürmüş. Bir də düşünürəm ki, məsələn, ötürmüş. Onu ötürmüş. Aha, məsələn o bizi ötürmüşdü, ötürmüş. Ne deyirəm, ötür imiş. Bir var o özü yoldan ötür imiş. Ötür imiş, ötürmüş. Kökə şəkilçi ayıraq. Sözün kökü öt. Leksik şəkilçi. Bax, Arifanə. Muş burada vurğu qəbul edibdirsə, bu imiş ola bilər? Xeyr. Deməli onda nədir? Keçmiş zaman. Hansı keçmiş? Nəqli Nəqli keçmiş. keçmiş zamandır. Bu nəqli keçmişdirsə, zaman birbaşa feilin sormasına artıldığına görə onda ır nə olur? Mən qrammatik Leksik. Leksik şəkilçi. Ne şəkilçisi? Leksik. Leksik Leksik. şəkilçi. Çünki zaman birbaşa başlanğıc forma ya da inkardan sonra artırıla bilər. Amma ötür imiş deyəndə kökə şəkilçi ayıraq. Sözün kökü öt. Qrammatik. Qrammatik. Yəni nə şəkilçidir? İndiki zaman. İşte İmiş isə İmiş sözü. Şərt, imiş olur. İmiş sözü. Yaxşı, qopardı sözünə baxaq ayıramal. Qopardı sözündə deməli burada vurğu qəbul edibdir. Tutalım. Onda nətər təhlil edəcəyik? Qop. Qopar, Ar nədir burada? Leksik. qrammatik şəkil. Arı qrammatik götürdümsə əgər. Nə götürəsən arı? Mən deyim. De. Ar leksik. Ar qeyri-qəti gələcək zaman var. İndi burada qeyri-qəti gələcək, yaxşı götürmüsən xətində. Qeyri-qəti gələcək. Onda d nədir? Mən d-nın üstünə vurğu düşüldü deyə arı leksik şəkil görəcəyik. Və bayaqdan nə oldu? Qeyri-qəti gələcək zaman idi. Bəli, və d-ya vurğu qoymuşuq. Vurğu qoymuşuqsa deməli bu zamandır, şudi keçmiş zamandır. Bu zamansa bu da zaman ola bilər. Bir fe'də iki zaman gələ bilər. Deməli ar nədir onda? Leksik. Leksik şəkilçidir, bəli. İndi bura baxaq. Qop. Qop. Ar qəti gələcək. Qeyri. Qeyri qəti gələcək zaman. Didudə idimiş hissəciyim. Bəli, niyə çaşdı? Vurğu onun üstünə düşməyibdir. Bəli, vurğu onun üzərinə düşməyibdir. Qaçırsa, qaçır isə, qaçırın Qat. kökü. Nə olur? Zaman. Bura, ır. Vurğu qəbul edib deyə zaman. Zaman. Qrammatik olur. Sağda Hissəciyim. səs, bəli. Amma burada görürsünüzmü? Vurğu sanın üzərinə çıxır. Demək san nədir burada? Ona görə Orada şərt şəkildir. şəkil. Bəli, şərt. Bu şərtdir deyə bu zaman ola bilər. Mən Artıq Leksik şəkilçidir. başa düşdük. Bir də nəyə diqqət edin? İdi, imiş, isə hissəcikləri uşaqlar. Baxın, idi şəxsdən, məsələn, şəxs şəkilçisindən əvvəl artırılır. Biraz o tərəfə apar. Deməli, yazıram. Qaçırdın. Məsələn, gedirdin. Gedirdin. Bax, get sözün kökü, ır, indiki zaman. İki dənə zaman ola bilməyəcəyinə görə d, dudi, İndi idi. hissəciyim. Bax, buna üzərinə gələn m şəkilçisi şəxs Şəxs sonluğudur. Bəli. Görürsünüzmü? İdi şəxsdən əvvəl gəlir. Şəxsdən əvvəl gəlir. Bir də bir fiilin tərkibində həm idi, həm imiş. Bir fiilin tərkibində həm isə, həm imiş gələ bilər. Amma bir fiildə üçü də gələr. Amma bir fiildə iki şəkil ola bilməz. Amma idi, imiş isə eyni zamanda ikisi də gələ bilər. Məsələn, gedirdin, bir də sə artıra bilərəm. Sə isə Mən artıra bilərəm. gəlmişdimsə Gəlmişdimsə, Gedirdim. ay sağ ol. Deməli, idi şəxsdən əvvəl artırıldı. İndi bura baxın, yazıram. Gedirsən, gedirmişsən, gedirmişsən. Bax, bu imiş hissəcidir. İr zamandır deyə, miş imişdir. Birində səndən qabaq artırdım, birində səndən sonra artırdım. Deməli, mış şəxsdən əvvəl də gələ bilər, Şəxsdən sonra da sonra da gələ gələ bilər. bilər. Sərbəstdir. Şəxsdən əvvəl də gələ bilər, sonra da gələ bilər. Amma hissəyə baxın, deyirəm, gedirdisə və ya da gedir, məsələn, gedirsə desəm, gedirsə. Gedir deməyim dənəm dəqiqə, gedir. Sən, mişi yazdıq axı, nə yazacaqdım mən?
İsən, hə. İsəni. Aha, gedirdin, sə. Baxın, get sözün kökü. Ir, urur zaman. Dı, dudu, təzdən idi hissəciyi. N, şəxs sonluğu. Amma saya baxın, isə hissəciyi. Görürsünüzmü? İsə şəxsdən sonra işləndi, axırda işləndi. Çünki isə şəxsdən sonra. Amma şəxsən şəkilləri səhv salmayın. Mütləq üçü də şəkillərdən sonra işlənir. Amma şəxs sonluğu baxımından idi desək şəxsdən əvvəl, isə desək sonra, imiş həm sonra həm əvvəl işlənə bilir. Aydındır?